Lənkəranda baş verən qəzada ikisi az yaşlı olmaqla 6 nəfər xəsarət alıb. Hadisə gecə saatlarında Lənkəran Lerik magistralında, Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhəri istiqamətində hərəkətdə olan Audi K7 markalı minik avtomobili idarə etməni itirərək yol kənarında qaz borusuna çırpılıb. Daha sonra sözü gedən avtomobil su ötürücü kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 6 nəfər, yaxın qohumlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. 22 mart 2026-cı il tarixində saat 21:40 radələrində Lənkəran rayonu Şağlıkçı kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər, 3-ü qadın, 3-ü kişi olmaqla Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması, qapalı kəllə beyin travması, sait sümüklərinin sınığı diaqnozları təyin olunub. Xəsarət alan şəxslərdən biri qadın vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib, digər xəsarət alanların müalicəsi cərrahi şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir. Xəsarət alanlara ilkin tibbi xidmətlər göstərildikdən sonra müalicələrin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Allah sağ olun. Давай. Бери. Документки, Расif. Telefon. Hava şahane. Dur başına buradan çıkartmayın abi.